Araşdırmalar həm də onların Rusiyaya çox sayda səfər etdiklərini ortaya çıxarıb. Məsələn, Adil Əmrahov qısa bir dövr ərzində 26 dəfə Rusiyaya səfər edib və o özü də Rusiya vətəndaşıdır, həyat yoldaşı da, atası da. Bəxtiyar Abbasov təxribat cəhdlərindən öncə 16 dəfə Rusiyaya səfər edib. Eyni zamanda onun adı Rusiya xüsusi xidmət orqanları ilə daha öncə də əməkdaşlıqda hallanıb. Bilirsiniz ki, Azərbaycan Xalq Cəbhəsi partiyasının Rusiyadan maliyyələşdirilməsində ittiham olunan Salih Rüstəmlinin çox yaxın adamıdır və özü də bu prosesdə dəfələrlə adı çəkilib. Tural Ələkbərov qısa müddət ərzində 54 dəfə Rusiyaya səfər edib. İnformasiya hücumlarının ardından kiber hücumlar gəldi. Daha sonra siyasilərin qarayaxan çıxışları, ardınca Rusiyadakı soydaşlarımıza hücumlar və xarici platformalarda təşkil olunan aksiyalar. Bunlar bizə çox yaxşı tanış olan Rusiya təzyiq modelidir. Əslində indiki qarın ağrıları başqadır. Azərbaycan-Amerika yaxınlaşması. Rusiya Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqda uduzan tərəf kimi özünü görür və belə olduğu üçün müxtəlif vasitələrə özünün ənənəvi, hələ Çar Rusiyasından qaynaqlanan o ənənəvi qeyri-praqmatik, qeyri-etik üsullarına əl atmaqla və müxtəlif şantaj üsullarını əl atmaqla öz iradəsini yeritməyə cəhd göstərir. Hadisələrin gedişatı Rusiyanın bizimlə apardığı strateji rəqabətin yeni fazaya keçdiyini göstərir. Bu fazada isə bəzi soydaşlarımız Rusiyanın əlində alətə çevrilib ölkəsinə qarşı çıxır. Gər Mahmudova, Xəzər xəbər.